şəhid qanını yerdə qoymadı. Muxtarı sürütlədim, bəlkə 25-30 metr məsafə var belə. Təsəvvür sürütləyirəm Muxtarı belə. Üzü üstə uzanmışam, o da arxası üstədir. Sağ əlindən yapışmışam, sol ayağı ilə mənə kömək edir. Dartıram, güllə dəyir, qalxır. Qaça da bilərəm, qaçmıram amma. Çünki mənim gözümün qabağında 4 nəfəri, 5 nəfəri, əli olmayanı, ayağı olmayanı, Muxtarın üstündə onların qanı var. Yəni onu insan kör olar görməsə. Muxtarı sürütləyə, yəni məcburam. Gətirdim, Beterin yanına qoydum. Qızıldaşdan Babaşov yuxarı çağırdım. Bir də həkim var Bayıldan. Onu çağırdım ki, mənə kömək lazımdır. Susuzluqdan dodaqlarım çatlayıb. Mərmi ilə vururdular santarkaları. Dedi, su ver mənə. Rabitə ilə əlaqəyə çıxdıq ki, bəs təcili yardım göndərin. Təcili yardım deyir ki, yəni girə bilmirik. Siz bizdən çox aralıdasınız. Demirəm, biz 8-9 kilometr hansı ki, arkada olan texnikalardan uzaqlaşmışıq biz. Biz minamyot olan əraziləri də keçmişik, tankları da keçmişik. Biz konkret səhralıq bir yerdə üzbəyüzük. Amma onlar bizi görür, biz onları görmürük. Hər yerdə idmanla ad qoyub getmişdi. Yəni, müharibədə də bir ad qoydu. Həqiqətən çox cəsarətli, ürəkli şahidi. Mənim çox, yəni ki, özümə də ləzzət edir. Yəni ki, Muxtar onda ruhlanırdı məmişə ki, ya ləzzət edir ki, ya geri gedək, deməyə gedək, yəni getdik qabağa. Yəni ki, qorxu deyilən bir şey yox idi bu insanda. Yaralarını çıxartmaq lazım, çıxardırdı. Özüm bir sənəcə bir yerdə deyəmədə odun, yalın, hər şeyin içine atırdı.